Herkese yepyeni videodan salam dostlar. Kanalımıza abone olmağı, like atmağı unutmayın dostlar. Geçen videoda yorumlara yazan dostun dostluğunu qəbul elədim dostlar. O indi göstərəcəm dostluğunu qəbul elədim. Bir dəqiqə buradan bayaq qəbul elədim elə oyuna girən vaxtı. Dostlar bu videoda hədəfimiz inşallah yaxın zamanda 10 abunə olaraq bu videoda izləyən hər kəs abunə olsa, like atsa, 10 abunə oluruq dostlar. Bir dənə o hesabı tapın. Göstereceğim indi birazdan dostlar. Bu hesabı size. Ay hardadır? Bu hesab. Yorumlara yazmışdı, dostluğunu da qəbul edin dostlar. Dostlar. Bugün sizlerle bir de elmaslarımızı necə daha düzgün yığarıq, daha düzgün xərcləyirik, onları göstərməyə öyrədəcəm dostlar. Məsələn, ilk olaraq özel təkliflərdən gəlib, məsələn mən bugün gizemli kostüm alacağım özümə. Bunu alacağım 199'dur. Çox zordur bu. Əgər bundan əvvəl, korsan etkinliyə gəlməyibsə, korsan kol zad gəlməyibsə, onda elmaslarınızı yığmanızı tövsiyə edirəm. Yaxında özüm də o simgelərdən almağa çalışacağım. Dördüncüsünü də aldıq, dördüncü gizemlimizi. Belə dostlar, məncə mənim fikrimcə bu dükkana gələn, əgər 99 elmasınız varsa almağınızı tövsiyə edirəm. Çünki o çox endirimdədir. Bax məsələn, bu 40% endirimdə idi, o isə rahat 50% endirimdə idi. Məncə %100 xeyirli olur dostlar. Ondan sonra sizə bugün üçlü kombolar göstərməyə çalışacağım hər xəritə üçün. Məsələn, bu xəritə üçün hər xəritəyə uyğun kombolar göstərməyə çalışacağım. Bu xəritənin göstərilişinə görə. Dostlar, bu xəritə daha çox belə olduğuna görə, yəni belə biraz bu hissələr açıq olmadığına görə ortalara gizlənilə bilər. Dağla girə bilərsiniz. Ondan sonra uzaq məsafələrlə girə bilərsiniz, məsələn bu hissələrdə. Çünki əsas ortalarda, qıraq hissələrində o qədər də yoxdur. Yaxın məsafəli karakterlərlə girə bilərsiniz, amma əsas uzaq məsafəli karakterlərlə. Məsələn, indi bir oyuna girəcəyik, görəcəyik. Rəqiblərimiz necədir? Öyrənək dostlar bir də. Bir oyuna daha yaxşı aksesuarları istifadə eləmək dən dəqiqəsində onları da göstərəcəm dostlar. Yaxında gəlirsə canlı yayınlar da aça bilərəm dostlar. Hamısı sizin istəkləriniz əsasında dostlar. İndi göstərim görüm nə eləyə bildik. İlk olaraq bu birincisini alın. Olur mu? Konkret. Ölmək dostlar. Üstünə getmənizi, bir də nişan almağınızı tövsiyə edirəm. Mən orada nişan almadım, promoya otoya bastım. Amma siz nişan alın dostlar. Hamısında dostlar nişan almağınızı tövsiyə edirəm. Bax görürsünüz dostlar. Əgər Chester sizdən yüksək güclü olanda ona hücum eləməyin. Çünki Chester bu oyunda ən bilinməyən karakterlərdən biri Chesterdir. Görün bu oyunda birinci oldum. Həmçinin dostlar daha rahat kupa kasmaq istəyirsə, məsələn, əgər kupa win streak olmadığınız karakterlərlə 3 oyun girib uduzduqdan sonraki oyun girəndə konkret botlar gəlir. Amma indi mənim kupam azdır deyə məncə mənə indi burada botlar gələcək. O bayaqki oyunda mənim səhvimə görə uduzduq, amma bu oyunda rahat olacaq dostlar. Tam göstərim sizə. Burada da aldıq bunu dostlar. İlk karakteri alandan sonra əgər yüksək kupalarda kasırsınızsa, mənim fikrimcə bu çox vaxt olur, o kupasız qıraqda var. Orada 3 oyun oynayın və 3 oyun oynadıqdan sonraki 3 oyun arda-arda orada uduzun və artıq sizə bir oyun sizə qazanma serisi verir. Yəni bir oyun qarşınıza bot atır da. O botlar sayəsində öz kupanızı kasa bilirsiniz. İkisini də öldürdüm dostlar. Bu ikisini öldürəndən sonra məncə əvvəlki alaşağı modu daha zor idi. Alaşağı modunun gəlməsini istəyirsə dostlar yorumlara yazın. Bacara bildiyimiz qədər səsimizi duyuraq və alaşağı modunu qaytaraq. Məncə alaşağı modunu qaytararlar yaxın zamanda. Sizin fikrinizə qaytararlar ya qaytarmazlar yorumlara yazmağı da unutmayın dostlar. Bu bölümdə biraz gameplay oynamağa çalışıram. Yaxında 1000 kupalı seriləri də başlayacaq. Məsələn 1K kasıyorum. Olmadı. Burada gərək risk atmaq olmaz. Dostlar, Cordelius gücünə görə çox güclü karakterdir. Gəl. Öldür, gəl. Öldürəm mən dostlar, görürsünüz. Dostlar, belə eləyə kupalar qazana bilərsiniz. Məsələn, mən də 13 kupa qazandım. Bayaq da əslində ölməyə bilərdim, uda bilərdim. O mənim biraz səhvimə görə oldu dostlar. Buradan da basaq görək nə çıxır. Heç nə çıxmadı dostlar. Amma 250 dənəsi o yaxşı oldu. Bir də basaq. Aha. Heç nə olmaz. Güzəmdən bəlkə karakter gəldi.
aksesuar, o da 1006 bizi qabağa saldı. Dostlar, gələn videolarda da sizə necə nə idi əşyalar saxlanmağı öyrədəcəm. İstəyən varsa dostlar klubimə gələ bilər. Klubimdə indi bir dəqiqə bir nəfər də yoxdur. Kim çıxdı? 62.000 kupalı adam çıxdı klubdə. Nəsə, bir nəfər gələr. Bunu atacağım klubda yaxında. Bir aydan çoxdur qoşulur. Bir aydan çox qoşulmayanları hamısını atacağım dostlar yaxında. Çünki hədəfimiz 2 milyon olmaqdır. Sağ olun dostlar. Bugünkü biraz gameplay elədim. Ondan sonra dükkana gələn etkinliği dəyərləndirdik. Onu almanızı tövsiyə edirəm. Əgər 99 elmasınız varsa və yaxud da bundan sonraki korsun etkinliyi gəlmirsə. Onlar haqqında araşdıracağım və sabahdan sizə müxtəlif qarşıda gələcək etkinliklər haqqında məlumat verəcəm. Sağ olun dostlar, gələn videolarda görüşənədək.